Su iç. Sağ ol oğlum. Bayaqda 4 litr su içir. Hələ doymuş. Sudan doymaq olar. Su iç. İstəyirdən elə. Niye işlenmişsiniz? Namik deyək ki, yorulmuşam. 1981-ci ildə Yevlax bir də. Yevlax Şəki Balakən. Stansiya logistik xətlərin əsas keçid nöqtəsidir. Eyni ildə 306 vaqon üzrə 6400 tona yaxın Restoranda falan hazırlıyorsan kadr işliğinde vakti. Yevlax şəhərinin yaranmasında Yevlax stansiyasının mühüm rolu olub. Belə ki, hətta 19-cu əsrin 80-ci illərində Bakı-Tiflis xətti salınarkən yaradılan Yevlax stansiyası uzun müddət yerli əhali tərəfindən elə vağzal olaraq tanındı. 1912-ci ildə Yevlax, Bərdə, Ağdam, Xankəndi, Şuşa ensiz izli dəmir yolu xəttinin çəkilməsinə start verilir. Lakin 1-ci Dünya müharibəsinin başlaması ilə işlər yarım qalır. Buna baxmayaraq yolun hazır olan hissəsi, yəni Yevlax, Bərdə xətti uzun müddət Şuşa dəmir yolu adı ilə fəaliyyət göstərirdi. Gündən günə gözəlləşir şəhərim, xoş günlərə açılır hər səhər. Stansiya logistik xətlərin əsas keçid nöqtəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin buradan keçməsi, vaxtıyla Qarabağa dəmir yolunun da elə Yevlaxdan başlaması, həmçinin buradan digər bölgələrimizə də qatarların hərəkət etməsi stansiyanın əhəmiyyətini olduqca artırır. Ana kürüm qucağında Yevladım, Azəri yurdumun gözü Yevladım. Stansiya şərqdən Bakı, qərbdən Gürcüstan, şimaldan Balakən və cənubdan Bərdə stansiyalarını özündə birləşdirir və bundan əlavə bütün bu istiqamətlərdə həm yük qatarlarının, həm də sərnişin qatarlarının hərəkətini tənzimləyir. Yevlax stansiyası şərq-qərb dəhlizi üzrə hərəkət edən bütün yük qatarlarının, tranzit qatarlarının və sərnişin qatarlarının hərəkətində mühüm rol oynayır. 2025-ci ildə Yevlax stansiyasının inzibati binası və sərnişin vağzalının binası yenidən təmir olunaraq sərnişinlərin və işçilərin istifadəsinə verilmişdir. Erməni daşnaqlarına qarşı mübarizədə misilsiz xidmətləri olmuş şanlı Qafqaz İslam ordusunun komandanı Mustafa Nuri Paşa 1918-ci il mayın 24-də burada təntənəli şəkildə qarşılanmışdı. Qarabağ istiqamətindən Yevlağa gələn Nuri Paşanı burada yerli sakinlər təmtəraqla sanki bayram edərcəsinə qarşıladı. Nuri Paşa Yevlaxdan sonra Gəncə istiqamətinə yola düşdü. Azərbaycan deyə yenilməyən aslan gəlir. 1981-ci ildə Yevlax, Şəki, Balakən xəttinin inşasına start verildi. O vaxtlar SSR-də məhsul vəzifədə çalışan Heydər Əliyev bu yolun inşasına xüsusi diqqət yetirirdi. 1985-ci ildə Bakı, Yevlax, Şəki, Balakən xəttinin istifadəyə verilməsi ilə ölkənin şimal-qərb rayonlarının inkişafı sürətləndi. 2025-ci ildə Yevlax stansiyasında 306 vaqon üzrə 6400 tona yaxın yük əməliyyatı icra edilib. Eyni ildə Yevlax stansiyasından 21500 sərnişin istifadə edib. Cari ilin ilk rübündə isə artıq bu rəqəm 7300-ü keçib. Yevlax stansiyasından sizə çatdıracaqlarımız bu qədər. Növbəti dəfə, növbəti stansiyada görüşənədək. Hələlik.